Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Allahümme accel veliyyikel ferac. Selamun aleyküm əziz dəyərli möminlər. Xoş gördü sizləri bu Ramazan ayında. Allah Teala ibadətlərimizi ali ibadətlərdən, tutduğumuz orucları ali oruclardan qərar versin inşallah. Əzizlər, bildiyimiz kimi rəhmət ayının əvvəllərindəyik. Allah Teala bu ayın feyzindən bizi bir nəsib eləməsin. Dualarımızı müstəcab qərar versin. Çoxlu istiğfar edək, Allahdan bağışlanma diləyək. İbn Abbas belə nəql edir. Səmi'tu Rasulallah yəqulu və zəlikə fi şəhri Ramazan. Ramazan ayında Allah Rəsulunun belə buyurduğunu eşitdim. Görək Peyğəmbər Əkrəm Ramazan ayının fəziləti barəsində bizə nə deyir? İnnallaha yəqulu kullə leylətin min hazəş-şəhr və izzəti və cəlali ləqəd əmərtu mələikəti. İzzət və cəlalıma and olsun, mələklərimi əmr etmişəm ki, bifəthi əvvab-ı səmavati lidda'inə min ibadi. Dua edən bütün bəndələrim üçün bu ayın hər gecəsində göyün qapılarını açıq saxlasınlar. Peyğəmbər gör bizə nə qədər zinət verir. Bizim nə qədər qədrimiz var Allah yanında, Peyğəmbər yanında. Peyğəmbər ümmətini nə qədər əzizdir Allah Teala bu ayda. Burcu bifəthi əvvab-ı səmavati lidda'inə min ibadi və imai. Dua edən bütün bəndələrim üçün bu ayın hər gecəsində göyün qapılarını açıq saxlayıblar ki, mələklər bizim dualarımızı eşitsinlər. Fəmali ərə əbdiyəl qafilə sahiyən ənni. Bəs nə olub ki, məndən qafildir və məni unudur? Bəzən elə olur ki, biz Allahdan qeyrisinə üst tuturuq. Amma halbuki biz İxlas surəsində bir kəlmə Qur'an-ı Kərimin ayəsinə diqqət eləsək, buyurur ki, Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. O Allah ki, təkdir, vahiddir. Allahus-saməd. Onun heç bir şeyə ehtiyacı yoxdur. O hər bir şeydən zəngindir, hər bir şeydən qənidir. Bizim fəqət ona ehtiyacımız var. Onlara buyurur ki, fəmali ərə əbdiyəl qafilə sahiyən ənni. Bəs nə olub ki, məndən qafildir və məni unudur? O qədər qafil olmuşuq, o qədər Allahı unutmuşuq ki, bəzən hallarda dua edirik, dualar qəbul olunmur, gecişir. Hamısı öz əməllərimizin nəticəsindədir. Mətə səələni fələm u'tihi. Nə zaman məndən istədim, mən də ona vermədim. Haçan biz Allahın qapısına getdik və Allahdan istədik, Allah bizə əta eləmədi. Hər vaxt ki, biz Allaha tərəf üst tutsaq, onun qapısına tərəf üst tutsaq, heç vaxt bizi naümid qoymaz. Həmişə nə istəsək, Allah mütəala əgər bizə rəva olsa, onu bizə əta eləyər. Nə zaman məni çağırdı və mən də ona cavab vermədim? Biz haçan Allahla danışdıq? Haçan vacibləri yerinə yetirdik? Haçan müstəhəbləri yerinə yetirdik? Haçan namazlarımıza, rabitəmizi Allahla möhkəmləndirdik? O oruç ki tuturuq, onunla görə biz Allahı çox təsbih edək, çox zikr edək. Nə zaman məni çağırdı və mən də ona cavab vermədim? Hər yerdə olsa zikirlərimizi çoxalda. La ilahə illallah, subhanallah. Digər əstəğfirullah Rabbi və ətubil. O qədər zikirlər var ki, ya şafi, ya kaşifu, çoxlu zikirlərimiz var ki, biz Allahla, bu zikirlərlə, Allahla çox danışmalıyıq. Nə zaman mənimlə münacat etdi mənim bəndəm? Haçan? Bir dəfə özümüzə baxaq görə biz haçan Allahla münacat etmişik? Nə zaman mənimlə münacat etdi, danışmaq istədi və mən də onu yaxına buraxmadım, onu dinləmədim. Haçan biz Allahla münacat eləmişik? Haçan ondan yaxşı istiğfar istəmişik, tövbə istəmişik, namazın qəbul olmağını istəmişik, ibadətin qəbul olmağını istəmişik. Amma halbuki Allah Qur'an-ı Kərimdə buyurur ki, وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِدِ. Biz öz bəndələrimizə şah damarından belə yaxınıq. Allahın hər bir anda, hər bir dəqiqəsində, saniyəsində bizi nəzarət altında saxlayıb. Ona görə buyurur ki, nə zaman mənimlə münacat etdi, danışmaq istədi və mən də onu yaxına buraxmadım.
günahkar olsaq belə, ən böyük günahları etmiş olsaq belə, bu Ramazan ayında Allah Teala öz rəhmət qapısını açıb və bizdən çoxlu münacat istəyir. Deyir, dua eləyin. Allah'ın bizim dualarımıza, namazlarımıza, ibadətlərimizə, oruclarımıza heç birinə ehtiyacı yoxdur. Bizim fəqət istəyirik ki, ilahi bu duaları qəbul eləyinə, münacatımızı çoxaldaq, dualarımızı bu ayda çoxaldaq. Nə zaman mənə ümid etdim, mən də ona naümid və məyus etdim. Nə zaman Allahla biz Allah'a ümid bağladıq, Allah da bizim ümidimizi qırdı, bizi naümid qoydu. Xeyr, hər vaxt ki biz Allah'a ki ümid bağladıq, Allah Teala bizi naümid etməz. Başqa qapılara üst tutarıq, oradan naümid qaydarıq. Amma yeganə qapı Allah'ın qapısıdır ki, biz heç vaxt o qapıdan geri qayıtmarıq. Ona görə Allah'ın qapısında çoxlu dualar edək, zikirlər edək, namazlarımızı, gecə namazlarımıza diqqət eləyək, ibadətlərimizə diqqət eləyək. Buyurur ki, nə zaman mənim qapıma gəldi, amma qapımı bağlı gördü. Haçan bəndə mənim qapıma gəlib, amma mənim qapım bağlı olub, oradan üz üçün döndərib başqa qapıya gedib. Elə bir şey yoxdur. Allah'ın bütün qapıları, rəhmət qapıları, istiğfar qapıları, dua qapıları həmişə bizim üzümüzə açıqdır. Amma bəndə o qədər səhlənkar olub, o qədər özünü acizləşdirib, o qədər özünü cıdızlaşdırıb ki, öz Allah ilə münacatını azaldıb. Amma xoş bu Ramazan ayında oruç tutanların halına ki, onların orucları, nəfsləri bərəkətdir. İbadətləri bərəkətdir ki, çoxlu ibadət etsinlər. Hər dəfə məndən qaçanda mən onu çağırmadım mı? Hər dəfə biz Allah'tan üz döndərdik, getdik, amma Allah Teala hər vaxt gəlib bizə nəzər etdi, dedi qoy bəndən məndən uzağa getməsin. Bir neçə halla Allah Teala burada bizə zinət verir ki, bəndə məni saxlayıb hara gedirsən? Fəmali ərə abdiyəl qafilə sahiyən anni. Bəs nə olub ki, bəndə məndən qafildir və məni unudur? Budur ki, heç vaxt biz Allah'ın qapısından başqa qapılara üst tutmayaq ki, Allah da bizdən üz döndərib bizi naümid qoysun. Allah'tan dua eləyək ki, mütəal Allah bizim dualarımızı, istiğfarlarımızı, tövbələrimizi bizlərdən ali dərəcədə qəbul eləsin. Bu Ramazan ayında, rəhmət ayında ibadətlərimizi xalis ibadətlərdən qərar versin. Allah'tan dua eləyək, ilahi pərverdigarı aləm. Mevlamız İmam Zaman ağanın zuhurunu təcil qərar ver. Bizi o ağanın həqiqi müntəzirlərindən qərar ver. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.